Bizdə adətdir, əgər bir əzizimiz gecə dünyadan geçsə onu bastırmarıq, gözləyərik səhər olsun. Qoy qonşu el-oba bilsin, əzizimiz ölüb. Amma xanım Zəhra gecə dünyadan getmədi, gündüz idi. Əli dedi, qoy gecə olsun, gecə ilə götürüb mən xanımı dəfn eləyim. Gəldi bəqiyyə neçə dənə qəbr qazdı. Qoy tapa bilməsinlər xanımın qəbrin. Gecə ilə gəldi Mövla, dəfn elədi. 3 gün keçmişdi. Onlar xəbər tutdular ki, Fatimə dünyadan gedib. Doldular qəbirstanlığa. 2-ci xəlifənin tapşırığı ilə əmr verdi, nə qədər təzə qəbr var, hamısını qazıyın. Nəbşi qəbr deyərlər Risalədə, qəbr açmaq. Qəbri açacaqsınız. Fatimə namusu əkbər, Allahın namusu, Peyğəmbərin reyhanəsi. Çıxacaq, biz onu cəlalla dəfn eləyəcəyik. Çünki Fatimənin qəbrinin gizlində qalmağı baisli olar qiyamətə qədər lənətləsinlər insanlar onları. Qiyamətə qədər lənət oxusunlar onlara ki, Fatimənin qəbri niyə gizlindi? Bu xəbəri xanım Zeynəbə çatdırdılar. Qaça-qaça gəldi, gördü. Yapışıb o yanan qapıdan Əli. Üzün qoyub o yanan qapıya. Elə məzlum ağlayır. Qapını eyləyim təmir, onun divarını neyləyin? Ey Fatimə, qapını eyləyim təmir, onun divarını neyləyin? Binadan ya edim viran, nihan əsrarını neyləyim? Qapı qalsın hələ Zəhra, onun misvarını neyləyim? Elə bilməli ürəyimə batmay qalır. Xanım Zeynəb gəldi, dedi, ya Əbəl Həsən, atam belə oturma, başıma mən dolanım, anamı qəbirdən çıxarmaq istəyirlər. Əgər qardaş olsaydı, onu sani vuranməzdi. Ata dur, bunu eşitdi Əli, götürdü sarı dəsmalı bağladı alnına. Zülfiqarı aldı əlinə. Peyğəmbər demişdi, haçan gördünüz, Əli meydana gəlir, sarı dəsmal var başında, qaçın. Bir nəfər onun qabağında dura bilməz. Gəldi, girdi, hətta rəvayətlərdə var, yapışdı saqqalından, dedi, and olsun Allaha. Əgər bu qəbirlərdən bir daş, qum tərpənsə, hamımızı qılıncımdan keçirdəcəm. Hamı qaçdı. Elə ki, qəbirstanlıq boşaldı. Əli sürdə sevdə gəldi, yüzü qoydu Fatimənin qəbrinə. Dedi, bəqiyyə qəzdə gəlmişəm, gəlmişcəzdə gəlmişəm, məzarınızda gəlmişəm, adamsızam, adamsızam. Səsimə yoxdur səs verən, danış mənə ilə Fatimə. Elə bilmə qardaşın yoxdur ay xanım. Səsimə yoxdur səs verən, danış mənə ilə Fatimə. Hara gedim gecə ilə mən, danış mənə ilə Fatimə. Qabaq oxuyurdum, qınıyırdılar. Qoy qınasınlar da. Kim qınamağına mənim oxumağımı qabağını ala bilər? Ölənə qədər də oxuyacaq. Mənim əqidəm budur. Xoşuma gəlir, qulaq as gəlmir, sağ ol. Xeybərə həmlə edib hüccəti hayyə əzəli. Bənd olanda qapıya şir xudavəndün Əli. Dedi, ya Fatimə, Xeybər qapısını götürdü Əli. Gördü Zəhra səsi gəldi o şəhənşah-ı vilaya. Qolu və qeyrəti və Fatimənin canı fəda. Fatimiyyun Ələvi məktəbinin yar edilər.
Qiyamət günü çağıracaqlar. Aynəl Fatimiyyun. Hardasınız? Onda bax siz gələcəksiniz. Hamınız gələcəksiniz. İnşallah mənim də əlimdən tutub sürüyə-sürüyə mən də gətirəsiniz.